Kərə yağının təbii olduğunu necə anlamaq olar? Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar? 1. Məhsul seçərkən ilk öncə nəyə diqqət edirik? Əlbəttə ki, onun tərkibinə. Təbii kərə yağının tərkibində göstərən yazıda marqarində olduğu kimi müxtəlif bitki yağlarının adları sadalanmır. Kərə yağının tərkibi yığcamdır. Tam yağlı süd və qaymaq. İki. Əgər paketin üzərində yağ sözü yazılıbsa, bu özü də həmin məhsulun marqarində ola biləcəyi haqqında düşünmək üçün səbəbiyyət verir. 3. İnək südündən hazırlanmış təbii yağı onun qiymətindən əsasən də anlamaq olar. Bu, bütün digər əvəzedicilərdən bahadır. 4. Əgər məhsulun içini açıb baxmağa imkanınız varsa, onun rənginə diqqət edin. O nə kəskin sarı olmalıdır, nə də kəskin ağ. 5. Təbii kərə yağı toxunduqda möhkəm olmalıdır. Bir məqamı da diqqətdə saxlayın ki, inək yağı siz yağın paketini açdıqda paketə bulaşmır. Həmçinin də bıçağa yapışmır və bıçaqda qalmır. 6. Məhsulun istifadə müddətinə də diqqət etmək lazımdır. Çəki ilə satılan inək yağı 10 gündən artıq saxlanmır. Əgər o metal bankadadırsa, onda 3 aydan artıq saxlanılmır. Əgər siz qablaşdırma istehsalçının daha uzun müddətlər qeyd etdiyini görürsünüzsə, deməli onun tərkibində konservantlar mövcuddur. 7. Ev şəraitində də yağın saxta olduğunu müəyyən etmək olar. Əgər bu təbii yağdırsa, o bərabər şəkildə əriyəcək. Əgər səthində damcılar əmələ gəlirsə, deməli margarindir. 8. Təbii kərə yağı soyuqdan isti mühitə düşdükdə tezliklə əriməyə başlayan margarin kimi yumuşaq olmur. 9. Keyfiyyətli qaymaqdan hazırlanan yağ möhkəm və əllə toxunduqda hamar olur. Kəsildikdə qatlara bölünmür və parlaq görünür. 10. Nəhayət kərə yağı soyuducudan çıxarılan kimi parçalanmamalıdır. Əsil, təbii kərə yağı çörəyin üzərinə qalın, vahid, bir cinsli qat kimi çəkilməlidir.